Ancaq uşağın valideynlər bezini açanda onun təzyiqli bir şəkildə sidiyə getdiyinin şahidi olurlarsa, təcili sünnət etmədən də müalicə oluna bilər. Kanalın uc hissəsinə yapışır və sidiyə getməyə maneçilik törədir. Bu uşağın sidik ləngiməsi, yəni sidiyə gedərkən olan bir problemi yoxdur. Şişərək boşalır və uşağa ağrı verir. Salam, hər vaxtınız xeyir. Uşaqlarda uroloji problemlərdən danışacağım, fimoz problemindən danışacağım. Fimoz hər zaman cərrahi olaraq müdaxilə tələb edirmi? Ehtiyac varmı? Bu haqda danışacağım. Çünki uşaq urologiyası dediyimiz zaman ilk ağla gələn məsələlərdən biri sünnətlərdir. Sünnət dediyimiz zaman nə zaman olunacaq? Fimoz zamanı sünnət lazımdırmı? Yəni uzun müddətli təcrübədən deyə bilərəm ki, fimozu bilməyən bir valideyn demək olar ki, yoxdur. Əksər valideynlər ümumi adını da olsa bilirlər və uşağın ən azından sidiyə getməyində problem yarada biləcəyini bilirlər. Bilirik ki, fimoz sünnət dərisinin, yəni kəsilməyən dərinin, uc hissənin darlığı nəticəsində və ya orqanın uc hissəsinə dərinin yapışması nəticəsində sidiyin kanaldan tam xaric olmasının qarşısını alacaq bir maneənin ortaya çıxmasıdır. Bu proses bu şəkildə olur. Yəni sünnət dərisi qısaca ya dar prepusium dediyimiz çox incədir və sidik ora dolaraq şişərək boşalır və uşağa ağrı verir və zamanla o bölgəni iltihaplandırır, ya da iltihaplanma nəticəsində dəri həmin hissəyə yapışır. Kanalın uc hissəsinə yapışır və sidiyə getməyə maneçilik törədir. Bu bəzən yatorogenik, yəni valideynlərin dərini geri çəkib təmizləməsi nəticəsində də baş verə bilər və bu tövsiyə etdiyimiz bir şey deyil. Bu haqda danışmışam öncəki videolarımızda, YouTube kanalımızdan izləyə bilərsiniz. Əsas məsələ, yəni fimoz hər zaman problem yaradarmı? Daha öncələr bizim kitablarımızda fimoz bərabərdir təcili sünnət deyə bilirdik, amma artıq bilirik ki, bəzi müalicələr var ki, xüsusilə belə götürək, yəni bizim cəmiyyətimizdə sünnət ritual olaraq icra olunur 95% hallarda, ancaq 5% ehtimalla deyək ki, tibbi göstərişlə sünnət icra olunur və digər misal üçün deyək, xristian cəmiyyətlərində uşağı rutin sünnət elətdirmirlər və bu cəmiyyətlərdə uşaqlar fimoz olduğu zaman hamısı sünnətmi edilir? Xeyr. Və bunun üzərindən yola çıxıblar və nəticədə belə bir araşdırmalar nəticəsində qərara gəlinib ki, artıq bəlli kremlər var, steroid tərkibli kremlər var ki, fimoz sırasında ağrını azaldacaq müalicələr başlayıb, o kremlərdən istifadə etməklə 80%-ə qədər başarı əldə etmək mümkündür. Yəni, təcili sünnət etmədən də müalicə oluna bilər. Bunu izah etməyə çalışıram. Bundan başqa bir də uşaqlarda belə deyək, sünnət dərisinin uc hissəsinin cinsiyyət orqanının baş hissəsindən dar olduğunu bilirik və təqribən 98% hallarda bu belədir. Xüsusilə ilk 3 il içərisində, ilk 3 yaş ərzində müddətində uşaqların sünnət dərisinin uc hissəsi dar olur. Ancaq uşağın valideynlər bezini açanda onun təzyiqli bir şəkildə sidiyə getdiyinin şahidi olurlarsa, bu o deməkdir ki, bu uşağın sidik ləngiməsi, yəni sidiyə gedərkən olan bir problemi yoxdur. Amma o uşaqda dərini geri çəkməyə çalışsalar, geriyə getmədiyini görəcəklər. Bu o demək deyil ki, bu uşaq fimozdur. Yəni, uşağın hər hansı bir vaxtda altını açdığınız zaman həftədə bir dəfə də ola bilər, 3 gündə bir dəfə ola bilər. Ən azından bir dəfə onun təzyiqli bir şəkildə sidiyə getdiyini görürsünüzsə, burada fimozdan söhbət gedə bilməz. Fimoz olduğu zaman uşağın anlamsız bir şəkildə ağladığını görə bilərsiniz. Altını açdığınız zaman söhbət bezli uşaqlardan gedir. O hissənin qızardığını, şişdiyini, sidiyin oradan sızaraq axdığını görə bilərsiniz ki, bu halı fimoz kimi dəyərləndirmək olar. Təcili sünnət edilən durumlar demək olar ki, artıq istisna hallara keçibdir. Erkən müalicələr başlamaqla sidik axışını normallaşdırmaq, planlı bir şəkildə sünnət eləmək gələcəkdə mümkündür. Diqqətinizə görə təşəkkür edirəm və qeyd edim ki, YouTube kanalıma abunə olmanızı xahiş edirəm. Çünki bizim videolar paylaşıldığı zaman abunələrə bildirim gəlir onlayn olaraq və siz bu videoları rahat şəkildə izləyə bilirsiniz. Təkrardan təşəkkür edirəm. Diqqətinizə görə minnətdarım.